Herkese salam gənclər. Bugünkü videomuzun mövzusu Unique-dir. Belə ki, bu videoda sizə Unique haqqında ətraflı məlumatlar verəcəm. Hansı ki, Unique-ə aid axtarıb tapmaq istədiyiniz hər şey bu videoda var. Ona görə də diqqətli şəkildə bu videonu izləməyinizi xahiş edirəm. Olaraq sizə universitetimizin korpusları haqqında məlumat vermək istəyirəm. Universitetimizin 4 korpusu var. Birinci tədris binası adlandırılan İçərişəhər korpusudur və əsas korpusumuz İçərişəhər korpusudur. Siz universitetə qəbul olduqda, sənədlərinizi aparıb vermək lazım olduqda və ya universitetdən məzun olanda diplomunuzu almaq lazım olduqda siz İçərişəhər korpusuna yaxınlaşmalısınız və İçərişəhər metrosunun demək olar ki, tam yaxın yanındadır və uzaq deyil. Bu çox rahatdır. Hətta deyərdim ki, Unique-in korpusları arasında ən rahat yerdə yerləşən İçərişəhər korpusudur. Daha sonra isə bir digər korpusumuz isə ikinci tədris binası olaraq adlandırılan Gənclik korpusudur. Gənclik korpusu əslində həm Gənclik metrosuna, həm də Nərimanov metrosuna çox yaxın yerləşir. Piyada məsafəsi 10 dəqiqə və yaxud da 15 dəqiqədir deyə bilərəm sizə. Və bu korpusların hər birinin tərkibində olan fakültələri mən sizə indi ekranda şəkil olaraq yerləşdirəcəm. Bundan əlavə açıqlamalar hissəsində də dosya olaraq yerləşdirəcəm. Oradan istəsəz yükləyib ətraflı şəkildə baxa bilərsiniz. Burada hamısını tək-tək saymayacağım ki, çox uzun vaxtımız getməsin. Daha sonra isə 3-cü tədris binası olaraq isə Nizami korpusudur. Nizami korpusunun təmiri 2020-ci ildə başa çatıb və hal-hazırda Unique-in korpusları arasında ən yaxşı təmirli olan korpus Nizami korpusudur. Çox mükəmməldir, çox qəşəngdir. Hətta adamın belə deyim də sizə təmirinə çox oxşuyur və dizayn olaraq mən Azərbaycanda bəyəndiyim ən yaxşı 2 universitet məhz biri ADA-dır, bir də Unique-in Nizami korpusudur. Amma çox heyf ki, orada 1-ci və 5-ci qrup tələbələri təhsil alırlar. Yəni, İqtisad Universitetinin iqtisadiyyat yönümlü bir universitet olduğunu və bu sahələrdə ixtisaslaşdığını nəzərə alsaq, düşünürəm ki, o korpus bizlərin haqqı idi. Amma niyə bilərik? Yəni, Emir büyük yerdən deyə, rəhbərliyin qərarı belədirsə, əlimizdən də başqa bir şey gəlmir. Həqiqətən o korpusda oxuyanlar məncə çox şanslı idilər. Universitet ərzində çox fərqli bir ortamdır da, yəni. Zaten siz özünüz girib şəkillərə baxsaz, çox güman ki, bəlkə də bu videoda da kiçik şəkillər halında yerləşdirərəm hər korpusdan. Şəkilləri görsəz, nə demək istədiyimi çox yaxşı anlayacaqsınız. Daha sonra isə 4-cü korpusumuz olaraq isə Semaşka korpusudur. Mən deyərdim ki, Unique-in korpusları arasında ən pisi Semaşka korpusudur. Amma birazcık da doğma gəlir. Çünki biz 2-ci kursun 1-ci semestrında Semaşka korpusundaydıq. Çox balacadır, çox şirindir, birazcık da məktəbə oxşuyur, koridorları və s. çox dardır, birazcık qaranlıqdır. Amma Semaşka korpusunun təmiri məsələn yaxşıdır. Yəni mən orada təmirsiz otaq heç ağlıma gəlmir. Lövhələri elektron lövhə və s.dir. Sadəcə Semaşka korpusunun tək pis yanı odur ki, həyəti, skamyaları və s. heç bir şey yoxdur. Yoldan birbaşa sadəcə universitetə girirsən və bu da məncə pisdir. Həmçinin bufeti də çox balacadır, onu da deyərdim. Daha sonra isə Gənclik korpusunun təmiri haqqında onu deyim ki, Gənclik korpusunun TÜDİFAK hissəsini, TÜDİFAKın girişi Gənclik korpusunda biraz başqa tərəfdəndir. Onsuz universitet siz girəndə görəcəksiniz, yuxarıda TÜDİFAK yazılıb belə. Və Gənclik korpusunun TÜDİFAK hissəsinin təmiri çox yaxşıdır. Çünki biz ora köçdüyümüz vaxt təmir olunurdu. Amma digər hissələrinə bir neçə dəfə getmə şansım olmuşdu. Həqiqətən çox pisdir. Yəni partalar qırıqdır, stullar qırıqdır, hətta elektron lövhələr yoxdur. Düzdür, TÜDİFAK hissəsində də bütün otaqlarda elektron lövhələr yoxdur. Amma bunu son dövrlərdə təmin eləməyə çalışırdılar. Yəni artıq elektron lövhələr demək olar ki, bütün otaqlarda var idi. Amma dediyim kimi, yəni TÜDİFAKda olmayan hissəsi məncə təmiri yaxşı deyil. Bəlkə də gələcək dövrlərdə oranın da təmiri yaxşılaşdırırlar. Başqa deyəcəyim bir şey yoxdur. Dediyim kimi, fakültələrin hansı tədris binasında olduğu və hansı fakültədə hansı ixtisasların olduğunu yerləşdirəcəyim dosyada görəcəksiniz.
Başqa da deyəcəyim bir şey hal-hazırda bu mövzu ilə bağlı ağlıma gəlmir. Amma gənclər, sizə son olaraq bunu deyim ki, keçən videoda da dediyim kimi çox xahiş edirəm, binaların təmirinə, gözəlliyinə görə ixtisas seçməyin. Yəni sonunda sizə o binanı hədiyyə olaraq verməyəcəklər. Yəni ki, gedib binanın gözəlliyinə yaxud da təmirinə uyğun ixtisas seçəsiniz. Çalışın, yaxşı ixtisas seçin. Daha sonra bir digər mövzumuz isə UNEK-də dərslərin keçirilmə üsullarıdır. Yəni dərslərin seminar, mühazirə tipli olmasıdır. İlk olaraq yəqin ki, sizlər universitetə yeni qəbul olmusunuz deyə bu nə deməkdir bilmirsiniz. Qısaca bunu deyim. Mühazirə müəllimin sizə dərsi izah elədiyi və sadəcə müəllimin danışdığı, sizin isə dinlədiyinizdir. Seminarda isə siz özünüz dərs danışır və qiymət almalısınız. Bildiyim qədərilə 8 seminar olur və siz onlardan bal almalısınız. Toplam seminar balı da 20 baldır. Amma TÜDİFAK, yəni Türk Dünyası İqtisad Fakültəsindən söhbət gedir. Mənim oxuduğum fakültə. TÜDİFAK-da isə seminar yoxdur. Bütün semestr boyu sadəcə mühazirə olur. Yəni bu o deməkdir ki, müəllimlər sizə sadəcə dərsləri izah edirlər, amma siz dərs danışmırsınız. Bəs deyəcəksiniz ki, siz o 20 balı necə alırsınız? Biz o 20 balı sərbəst iş yazmaqla alırıq. Yəni məsələn, digər fakültələrdəki tələbələr dərs danışaraq 20 balı alırlar, amma onlar sonunda sərbəst iş hazırlamırlar. Biz isə sərbəst işlər hazırlayırıq, müəllimlərimiz mövzuları verir, sərbəst işlər hazırlayırıq. Bəzən Word olur, bəzən PowerPoint olur. Bunları hazırlayırdıq, daha sonra dərsdə təqdimat edib, təqdimat qarşılığında da bal alırdıq. Təbii ki, bunlar bəzən qruplar şəklində olurdu, bəzən isə fərdi olurdu. Bu tamamilə müəllimin tələbindən asılı olaraq dəyişir. Bu qədər. Əslində bəzi adamlar seminarın olmasının şərt olduğunu deyir. Seminar olmayanda bütün semestr boyu dərs oxunmur deyir. Bir növ haqlıdırlar. Yəni danışmalı olduğun dərs olmadığı üçün semestr boyunca çox oxuyan bir tələbə yaxud da oxumağa çox necə deyim, aşiq bir tələbə deyilsinizsə, semestr ərzində oxumursunuz. Amma bu tamamilə müəllimin də dərsi necə aparmasından asılıdır. Məsələn, bizim kamu maliyyəsi fənnimiz heç kim evdə dərs oxumurdu. Yəni amma dərsdə müəllimə o qədər yaxşı qulaq asırdıq və müəllim bizə dərsi o qədər yaxşı izah edirdi ki, çox hər şeyi olmasa da bir çox şeyi bilirdik semestr imtahanları çatana qədər və həqiqətən o fənnin imtahanına hazırlaşmaq mənim üçün çox rahat olmuşdu. Baxmayaraq ki, 200+ səhifəlik kitab oxumuşduq. Bir digər mövzumuz isə UNEK-dəki imtahanlardır. Əminəm ki, bir çoxunuz bu mövzu ilə çox maraqlanırsınız. İmtahanların asanlığı, çətinliyi barədə çox narahatlığınız var bəlkə də. Yaxud da ki, universitetin hansı korpusunda olacağınızdan sonra sizin üçün ən maraqlı olan və ən önəmli sual budur ki, imtahanlar necə keçirilir UNEK-də? UNEK-də imtahanlar semestr ərzində 2 dəfə keçirilir. Ara imtahanlar və final imtahanları olaraq adlandırılır. Əvvəllər digər fakültələrdə kollekvumlar olurdu. Hər ay sonunda kollekvumlar olurdu və kollekvumlardan müəyyən ballar alınırdı. Lakin TÜDİFAK-da isə türk sisteminə uyğun şəkildə ara imtahanı və final imtahanı keçirilirdi. Yəni türklərdən dili ilə demiş olsaq, vize imtahanları və final imtahanları olaraq adlanırdı. Lakin daha sonradan universitet tək bir sistemə keçdi və bütün fakültələrdə artıq eyni cür imtahan sistemi keçərlidir. Və imtahanlar dediyim kimi ara imtahanı və final imtahanı olur. Ara imtahanların noyabr ayında olur və təqribən 3 həftə davam edir. Final imtahanları isə yanvar ayında olur və final imtahanları da 1 ay ərzində davam edir. Bəzən olur dekabrın son 2-3 günündə əhatə edir, amma yəni oradan da onsuz bilirsiniz, bayram və s. var. Hansısa qrupun indi bəxtinə bir imtahanları həmin dövrə düşə bilir. Daha sonra isə universitetdə dərslərin tətbiqi ilə bağlı bunu deyim. Əvvəllər fərqlilik göstərirdi. Məsələn, bizdən əvvəlki illər fərqli dərslər keçirdilər, amma bizim ildən etibarən artıq o da sistemləşdi və hər il eyni şəkildə sistem davam edir. Məsələn, biz birinci kursda hansı fənlər keçmişdiksə, bizdən sonraki birinci kurslarda eyni şəkildə həmin fənləri keçirdilər. Birinci kursda əsasən daha qeyri-ixtisas fənləri keçirilir, belə deyim sizə və burada əsasən soft skilllərinizi inkişaf etdirməklə əlaqəli fənlər olur. Çox asan olur deyərdim. Bundan əlavə də ki, ikinci kursdan etibarən artıq yavaş-yavaş ixtisas fənlərini keçməyə başlayırsınız.
Təbii ki, tədricən olur. Mən amma düşünürəm ki, universitetdə ən önəmli ixtisasların olduğu və sizin ortalamanıza ən çox təsir edən kurs məhz ikinci kursdur. İkinci kursda çalışın ortalamanıza çox düşməyinə icazə verməyin. Amma əgər universitet ərzində normal şəkildə oxusaz, yəni imtahanları qavrayaraq hazırlaşsaz, əzbər şəkildə hazırlaşmasaz, deyərdim ki, ikinci kursdan sonrası su asan olur. Çox rahat bir şəkildə bir günə, 2 günə və s. oxuya bilərsiniz. Yəni mənim üçün 3-cü kursdan sonra, yəni 3-cü kurs və ondan sonrası hazırlaşmaq həqiqətən çox rahat olmuşdu. Bunu deyə bilərəm. Başqa sizə nə deyə bilərəm? İmtahanların asanlığı, çətinliyi və s. bununla bağlı isə onu deyə bilərəm ki, düşünürəm ki, imtahanlar çox da çətin deyil. Niyəsini bunu sizinlə paylaşım. Deməli, qeyri-ixtisas fənləri test şəklində olur. Qeyri-ixtisas fənlərində vizə imtahanlarında, yəni ara imtahanlarda da, final imtahanlarında da test olur. Amma ara imtahanlarında sizə testlər verilmir. Daha sonra isə final imtahanlarında sizə testlər verilir və testlərin təbii ki, cavabları da olur. Buna görə də ki, düşünürəm ki, yəni bu qeyri-ixtisas fənlərində o qədər də çətin olmamalıdır. Digər isə ixtisas fənləri 75 sual olur. 75 sual sizə təqdim edilir imtahandan 10-15 gün təqribən əvvəl ilk imtahanınızdan söhbət gedir. Verilir və siz o suallara hazırlaşırsınız. Əlinizdə cavablar olduğu halda məncə sualları hazırlaşmaq çox da çətin bir şey olmamalıdır. Yəni bir var düşünün ki, sizə heç bir şəkildə sual verilmir. 300 səhifəlik kitabı başdan sona oxuyursunuz ki, hardan nə düşəcək? Suallar ola bilər bir-birindən məsələn qarşılaşdırma tərzi ola bilər. Ola bilər də ki, sadəcə tək bir şey haqqında yazın da deyir. Yəni bu tamamilə müəllimin tərtib etdiyi suallardan asılıdır. Amma yəni 75 sualı verildiyi halda siz kitabdan sadəcə o sualların cavabını tapmağınız kifayətdir. Hətta belə deyim sizə, yəni sualların cavabları böyük olsa belə 75 sualın cavabı maksimum 30-40, bəlkə də 50 səhifə olur. 300 səhifə hara, 50 səhifə hara, deyilmi? Başqa sizə nə deyə bilərəm imtahanlarla bağlı? İmtahanların yoxlanılması ilə bağlı onu deyim. Yazılı imtahanlar gizli şəkildə olur. Yəni ad, soyadınız və s. gizlədilir. Kod məxfi şəkildə yoxlanılır, belə deyim. Bu da tamamilə haqsız bal yazılmasının və s.'nin qarşısını almaq məqsədi iləndir. Yəni müəllimlər vərəqləri yoxladıqda vərəqlərin kimə aid olduğunu bilmirlər. Daha sonra isə imtahanlar bitdikdən sonra əgər cavablarınız çıxır və cavablar çıxandan sonra da siz balınızdan narazı olsanız təbii ki, apellyasiya verə bilirsiniz. Daha sonra isə sizin apellyasiya deyiləndə belə gözünüz qorxmasın, çox normal bir haldır. Əgər siz haqlısınızsa sizin balınız burada artırılır. Başqa sizə bununla bağlı nə deyə bilərəm deyə düşünürəm hal-hazırda. Və UNIC-in həqiqətən bu cəhətini çox bəyənirəm ki, yəni haqsız olduqda, ola bilər də, yəni insan da ola bilər ki, nəyisə məsələn diqqətindən yayınıb, səhv yoxlayıb və s. Burada sizi qorxutmaq, sizə hədə qorxu gəlmək əvəzinə sadəcə sizi anlayırlar və yenidən vərəqinizi yoxlayırlar və bunun əgər siz haqlısınızsa da balınızı artırırlar. Digər universitetlərin əksinə bir çox universitet var ki, tələbələrə hədə qorxu gəlirlər ballarını azaltmaqla və s. ilə bağlı. Buna görə də UNIC-i həqiqətən bu mövzuda çox təqdir edirəm, çox bəyənirəm onların bu yanaşımını deyək, tutumunu deyək. Bir digər mövzumuz isə ikili diplomdur. UNIC-də ikili diplom imkanı var. İkili diplom dedikdə nəyi nəzərdə tuturam? Yəni siz UNIC tələbəsi olursunuz, amma UNIC-lə əməkdaşlığı olan bəzi universitetlər var, hansı ki siz o universitetlərə bura toxunacağam daha sonra, amma indi deyim, UNIC-in onlayn saytından həmin universitetlərə oxumaq istədiyinizlə bağlı müraciət edirsiniz və daha sonra əgər qəbul olsanız 3-cü kursda, səhv eləmirəmsə 3-cü kursda həmin ölkəyə, həmin universitetə oxumağa gedirsiniz. Və qarşılığında da diplom, hər iki universitetin də sonda diplomunu almış olursunuz. Bununla bağlı təbii ki, ətraflı məlumat çoxdur. Fərqli universitetlər var, amma hamısı haqqında burada danışmağım biraz mənasızdır. UNIC-in öz rəsmi saytından bununla bağlı hissəni, linki götürüb sizə aşağıda açıqlamalar hissəsinə əlavə edəcəm. Oradan ətraflı şəkildə baxa bilərsiniz. Diqqət elədinizsə, bir neçə saniyə əvvəl UNIC-in saytı dedim. Bəli, yanlış eşitmədiniz. UNIC-in saytından söhbət gedir.
Səhv eləmirəmsə, bütün universitetlərə aid deyil, bütün universitetlərin yoxdur. Yəni məsələn, ən önəmlisi Azərbaycanın ilk universiteti olan Bakı Dövlətin bildiyim qədərilə tələbələr üçün bir saytı yoxdur. Amma UNEK-in öz saytı var və hətta saytı çox yaxşı işləyir, onu deyə bilərəm sizə. UNEK-in saytı ilə bağlı videonu ekrana yerləşdirəcəm və buradan ətraflı şəkildə baxa bilərsiniz. Saytda müxtəlif hissələr görə bilərsiniz. Yəni orada məsələn tədris materialları görə bilərsiniz, imtahan tarixləri, imtahan nəticələri, daha sonra dediyim kimi o ikili diplom proqramlarını görə bilərsiniz. Bir pəncərə xidməti görə bilərsiniz, distant təhsil, sərbəst işlər, ev tapşırığı, daha sonra sorğu, anket hissəsini, bölmələrini görə bilərsiniz. Bunların hər biri çox önəmlidir və həqiqətən tələbənin işini çox asanlaşdıran bölmələrdir. Ən əsasından birini deyim. Məsələn, orada bir pəncərə xidməti var. Bir pəncərə xidməti həqiqətən deyirəm, tələbələrə məncə çox kömək olur. Belə ki, siz oradan istəsəz attestatınızın kopyasını ala bilərsiniz. İstəsəz universitetdə təhsil aldığınızı təsdiqləyən sənəd ala bilərsiniz. İstəsəz transkriptinizin möhürlü halını ala bilərsiniz. Başqa bir çox şeylər üçün müraciət etmək olur. Daha sonra isə orada imtahan nəticələri var. Təbii ki, gedib kinolarda gördüyümüz kimi lövhələrdən hər hansısa bal axtarmırıq. Belə bir şey yoxdur. UNEK-in öz rəsmi saytı var və bu saytda bütün nəticələr yerləşdirilir açıq bir şəkildə. Hər kəs öz şəxsi kabineti olur, belə deyim. Müəllimlərin də ayrı kabineti olur və tələbələrin də ayrı kabineti olur. Hər kəs öz kabinetinə öz parolu və istifadəçi adı ilə daxil olur və öz nəticələrini burada görə bilir. Digər tələbələr sizin nəticələrinizi qətiyyən görmürlər. Bu arada UNEK-in ən sevdiyim cəhətlərindən biri, hətta tam olaraq UNEK-ə aiddirmi, yoxsa sadəcə bizim fakültəyə aiddirmi bilmirəm, amma ən sevdiyim cəhətlərindən biri budur ki, semestr başlamamışdan əvvəl müəllimlər tədris materiallarını, yəni semestr boyu ərzində nələr keçəcəksiniz, hansı kitablar keçəcəksiniz, hansı materiallar olacaq, əgər əlavə test varsa müəllimlər o testləri və s. də ora yerləşdirirlər və bu həqiqətən çox yaxşıdır. Bəzən bəzi universitetlərdə oxuyan tələbələr görürəm ki, deyirlər ki, bizim materiallarımız yoxdur, müəllimlər bizə materiallar verməyiblər, yaxud da ki, imtahana bir gün qalıb, amma hələ də əlimizdə material yoxdur. Bizdə qətiyyən belə bir şey yoxdur. Bütün müəllimlər semestrın əvvəlində ən az 15 mövzunun materialını yükləmək məcburiyyətindədirlər və həqiqətən heç vaxt bu mövzu ilə bağlı bir problem yaşamamışıq. Semestr başlamamışdan əvvəl bizim həmişə bütün materiallarımız kabinetlərimizə yüklənmiş şəkildə olurdu. Daha sonra dediyim kimi orada imtahan tarixlərinə baxa bilərik. Onlayn təhsil vaxtı biz distant təhsil hissəsindən istifadə edirdik, amma artıq onlayn tədris olunmur dərslər. Daha sonra da başqa bir şey, ən əsası elanlar və s. bölməsi var. Orada ekranda görəcəksiniz. Əsas orta hissədə görünür. Belə ki, burada sizə müxtəlif elanlar və s. göndərilir. Bu, universitetin imtahan sistemi ilə bağlı da ola bilər, universitetdə qayda qanunla da ola bilər, rektorların və yaxud da hansısa dekanların çıxışı ilə bağlı da ola bilər. Yəni, müxtəlif mövzularda sizlərlə elanlar paylaşıla bilər. Hətta burada bəzən vakansiyalar belə paylaşılır. Bu vakansiyalara da istəsəz müraciət edə bilərsiniz. Həqiqətən çox faydalıdır. Düzdür, çox vaxt tələbələr ora baxmır. Mən də daxil çox vaxt ora baxmırdım. Amma həqiqətən çox faydalı məlumatlar paylaşdıqları da olur. Daha sonra bir digər mövzumuz isə universitetdən məzun olmaq üçün nə etməliyik? İlk öncə bunu deyim ki, təbii ki, kəsrimiz olmamalıdır. Diplom almaq istəyiriksə kəsrimiz olmamalıdır. Təbii ki, kəsrimiz ola bilər. Universitetdə kəsilə bilərik hər hansısa fəndən, amma məzun olacağınız vaxta qədər mütləq şəkildə o kəsri bağlamalısınız ki, universitetdən məzun ola biləsiniz və diplomunuzu ala biləsiniz. Daha sonra isə hər semestr 5 fən tədris olunur. Bunu da deyim sizə. Əslində bizim ildən əvvəlki illərə qədər belə idi ki, siz universiteti oxuyursunuz, 4-cü kursun 1-ci semestrdə dərslərə daxil olursunuz, dərslər keçirilir sizə. 2-ci semestrdə isə sadəcə diplom işi yazırsınız və bu diplom işindən əlavə elədiyiniz balınız, əldə etdiyiniz balınız transkriptinizə qeyd olunur. Amma bizim ildən etibarən təbii ki, bu da dəyişdi. Belə oldu ki,
Siz 4-cü kursun 2-ci semestrdə dərsə getdiniz. Yəni fevral ayından belə deyim sizə, may ayının 5-nə qədər biz dərsə getdik. May ayının 5-dən 31-nə qədər isə bizdə sadəcə təcrübə və ya layihə yazma dövrü oldu. Və burada seçim bizim özümüzün idi. Belə idi ki, istəsək 1 aylıq təcrübəmiz ola bilərdi. Yəni hər hansısa bir quruma təcrübəçi kimi gedib orada işləyə bilərdik. İstəsəydik də layihə yazardıq. Layihə ilk olaraq bizim ildən çıxmışdı və buna görə də təbii ki, məlumatsız idik. Necə yazmalıyıq, nələr eləməliyik və s. bilmirdik. Düzdür, müəllimlər bəzən bizi buna yönəltməyə çalışsalar da, təbii ki, çox adam seçmədi və bu riskə getmədi. Həm də hər kəs normal olaraq praktika qazanmaq, real iş həyatı ilə tanış olmaq və yaxud da real iş həyatında bir şeylər eləməyi daha üstün tutur deyə çox adam praktikanı seçdi. Təbii ki, mən də praktikanı seçmişdim. Və sizə bunu deyə bilərəm ki, layihə yazan tanışlarım oldu mu? Xeyr, yəni yadıma gəlmir layihə yazmaq. Amma siz bu videonu izləyənlər yəqin ki, artıq sizin dövrünüzə qədər çoxlu layihə yazanlar olacaq. Bəlkə də o sizə daha rahat gələr, onu heç bilmirəm. Amma bizdə diplom işi olmadı. Diplom işinin olmaması məncə çox pisdir. Yəni məqalə yazmağı öyrənmək lazımdır. Məqalə yazmaq həqiqətən çox yaxşı bir şeydir məncə. Amma düzdür, yəni təkcə diplom işi ilə yazaraq da məqalə yazmağı öyrənəcəksən, yox, istəsən özün öyrənə də bilərsən. Amma yəni ən azından hər kəs məcbur da olsa yazmalı və öyrənməli olur birazcıq. Bu qədər yaxşıları saydıq, bu qədər universitetimizi təriflədik, hər şeyindən məlumat verdik. Məncə çox məlumatlandırıcı bir video oldu. Düşünürəm ki, həqiqətən kaş mən universitetə qəbul olduğum vaxt belə bir şey görərdim. Amma olsun, artıq bu sizlərə qismətdir. Ümid edirəm ki, işinizə yarayar, sizin üçün faydalı olar və bu qədər yaxşıdan sonra təbii ki, hər gözəlin bir eybi var deyib universitetimiz haqqında mənim mənfi gördüyüm şeyləri də vurğulamaq istəyirəm. Təbii ki, bu qədər yaxşının arasında bu deyəcəyim şeylər çox cüzi qalır. Amma təbii ki, yəni bunlar da universitetimizdə mənfi olaraq gördüyüm cəhətlərdir. İlk olaraq sizə bunu deyə bilərəm ki, imtahan sisteminin durmadan dəyişməsi. Biz universitetə ilk qəbul olduğumuz il 2020-ci il idi və korona dövrü idi. Buna görə də onlayn idi tədris, təhsil və biz bütün imtahanları da onlayn şəkildə verirdik. Və orada çox qəribə bir şey eləmişdilər. Bunu məncə heç kəs bəyənməmişdi. Amma səhv eləmirəmsə 1 il davam elədi. Modullara ayırmışdılar və bu haqqda sizə çox məlumat verib beyninizi qarışdırmaq istəmirəm. Amma belə deyim də, hər semestr imtahanda, hətta o vaxt hər modul imtahan sistemində dəyişiklik olurdu. Əvvəl belə oldu ki, suallar verilirdi, cavablar da verilirdi. Sonra suallar verildi, variantlar verildi, cavablar verilmədi. Daha sonra suallar verildi, variantlar verilmədi. Daha sonra heç suallar verilmədi. Və biz artıq səhv eləmirəmsə 2-ci kursun 2-ci semestri idi ki, yazılı imtahana keçdik. Ya yox. Deyəsən 3-cü kursun 1-ci semestri idi. Yazılı imtahana keçdik. Yazılı imtahana keçəndən sonra rahat durarlarmı? Təbii ki, yox. Yenə də bir dəyişikliklər oldu. Əvvəllər 75 sual belə idi ki, 35 ballıq sual, 30 10 ballıq sual, 20 də daha doğrusu 15 də 20 ballıq suallar olurdu. Və bu sualların şərtlərin yanında o sualların neçə ballı olduğu da göstərilirdi. Amma daha sonraki dövrlərdə səhv eləmirəmsə biz artıq universiteti bitirdiyimiz son semestr artıq suallar verilirdi, amma sualların neçə ballı olduğu verilmirdi. Təbii ki, mən bu mövzuda universiteti çox haqlı görürəm. Çünki tələbələr bildiyiniz kimi, yəni imtahana sadəcə 17 bal toplasalar və toplam ballarını 51-ə tamamlasalar kəsilmirlər. Buna görə də çox vaxt çalışırdılar ki, imtahanda minimum 17 bal toplasınlar və kəsilməsinlər. Buna görə də təkcə 20 ballıq sualları oxuyaraq bitirirdilər və universitet də bunun qarşısını almaq üçün belə bir qərara gəldi ki, sualların neçə ballıq olduğu göstərilməyəcək. Hətta mən öz şəxsi adıma danışsam, mən deyərəm ki, kaş ki, universitet sualları heç ümumiyyətlə verməyəm. Çünki suallara dediyim kimi, bir var ki, 3 səhifəlik kitab oxuyasan, mövzunun məğzini anlayasan, bir də var ki, sadəcə içindən iynə ilə belə seçilmiş şəkildə sadəcə suallara cavab axtarırsan, tapırsan və onları öyrənib gedirsən. Heç bəzən o sualın cavabının nə üçün elə olduğunu belə qavramırsan, çünki kitabın daha əvvəlini oxumamısan. Yəni bu bir reallıqdır məncə.
Ümid edirəm ki, gələcək dövrlərdə bu da dəyişər və universitet məncə bunu da nəzərə alacaq gələcək dövrlərdə. Daha sonra isə sizə bir digər mənfi cəhət olaraq bunu deyə bilərəm ki, yəni ən azından öz adıma danışım, mən bunu 2 dəfə yaşamışam, bal problemidir. Birində əslində ikisi də məndən qaynaqlanmayan səbəblər idi. Sadəcə burada çox ətraflı danışmağın mənası yoxdur. Və bunların ikisində də düzəldilmədi. Halbuki mənim haqlı olduğum halda düzəldilmədi. Təbii ki, bununla bağlı universitetə çox getdim, gəldim, müraciət elədim və s. Amma olmadı. Təbii ki, ortalamamda çox təsir elədimi? Xeyr, amma bu bir haqsızlıq mıydı? Bəli. Son olaraq mənfi cəhət olaraq gördüyüm bir digər şey isə universitetdə tədris olunan fənlərin bir çoxunun bir-birinə oxşamasıdır. Hətta bəzən adlarının birazcıq dəyişdirilərək, amma məğzinin, dərsin gedişatının və mövzuların tamamilə demək olar eyni saxlanılmasıdır. Düşünürəm ki, bu o qədər də yaxşı bir hal deyil. Çünki 4 illik tədris həyatımızda təqribən 40 fənnə yaxın bir fən keçirik və əgər burada eyni mövzunu keçəcəyiksə, daha geniş, daha ətraflı keçməyi üstün tutaram. Nəinki fənlərin adlarının birazcıq dəyişdirilərəkdən eyni mövzuları yenidən keçməyimiz kimi. Və buna görə də düşünürəm ki, universitetimiz gələcək dönəmlərdə də bunu da həll eləsə çox yaxşı olar. Bütün bunlara baxmayaraq, mən düşünürəm ki, UNEK Azərbaycanda iqtisadiyyat yönümlü universitetlər arasında təbii ki, dövlət sektoru, dövlət universitetlərindən gedir. Söhbət ADA və s. digər universitetləri burada analiz edə bilmərəm və onlarla bağlı hər hansı bir tanışım və s. olmadığı üçün burada qarşılaşdırma eləyə bilmərəm. Amma dövlət universitetləri arasında deyə bilərəm ki, iqtisadiyyat yönümlü ən yaxşı universitet UNEK-dir. Buna görə də əgər hələ də ixtisas seçimi eləməmisinizsə və digər universitetlərlə UNEK arasında qalmısınızsa, UNEK-i dəyərləndirə bilərsiniz. Təbii ki, sizə birbaşa UNEK yazın deyə bilmərəm. Şərtləri çox fərqli ola bilər. Amma daha sonra bu mövzu haqqında ətraflı verə biləcəyim hər hansısa bir məlumat ağlıma gəlmir. Çalışdım ki, universitetimiz haqqında sizə tam ətraflı və dolu məlumat verim. Düşünürəm ki, çox şəffaf oldum. Yaxşısını da, pisini də qeyd elədim. Bu qədər yaxşıların arasında məncə pislər o qədər də gözə batmaz. Başqa da sizə deyə biləcəyim heç bir şey yoxdur. Əgər videomu bəyəndinizsə, videomu like eləməyi və kanalıma xahiş edirəm abunə olmağı unutmayın. Çünki bunlar məni motivasiya eləyir və keçən dəfəki videomda da durmadan baxış sayına, like sayına və s. baxırdım. Ona görə də ki, əgər bu tip videoların davamının gəlməyini istəyirsinizsə və məni daha da motivasiya eləmək istəyirsinizsə, kanalıma abunə olmağı və like atmağı unutmayın. Aşağıdan sizə Instagram hesabımın linkini də yerləşdirəcəm. Orada daha aktiv ola bilərəm, daha sürətli bir şeylər eləmək olur. Ona görə də əgər hər hansı bir sualınız olsa, universitetlə, ixtisas seçimi ilə və yaxud da ki, könüllülük proqramları ilə və s. ilə bağlı hər hansı bir suallarınız olsa, istəsəz bu videonun rəy bölmələrində, istəsəz də Instagramdan mənə yaza bilərsiniz. Mən sizə geri dönüş eləyəcəm və bu videonun altında necə bir mövzu sizə maraqlıdır, nəyin haqqında ətraflı məlumat əldə etmək istəyirsiniz, onların hamısını qeyd edə bilərsiniz. Hamınıza uğurlar. Sağ olun.